Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Bugün ben sizlerle çok dadlı lezzetli yay aylarının sevimli yemeği olan qutab, kətə ne deyirsinizsə onu hazırlayacağıq. Bunun için ben onu götürmüşəm. Onun üzerine qaşığın ucunda maya əlavə edirəm, duz əlavə edirəm, isti su əlavə edib xəmir yoğururam. Xəmiri yoğuruq. Yoğurduqdan sonra üzerine bir xörək qaşığı duru yağ əlavə edirik. Yenidən yaxşıca yoğuruq. Ağzını örtürük, yani üzerini örtürük, koyuyoruz kenarda 5-10 dakika dincəlsin. Bu arada göyərtiləri hazırlayırıq. Göyərtiləri önceden 4-5 saat önceden yuyub koymaq lazımdır ki suyu çəkilsin. Belə bərk hissələrini götürürük. Qalan hissəsini çox kiçik olmayan formada doğrayırıq. Mən göyərtilərdən ispanak, kəvər, şüyüd, keşniş ve cimcilimdən istifadə etdim. Üzerine de 4-5 adet baş soğan doğrayıram. Soğanın üzerine duz əlavə edirəm, suyunu sıxıram və göyərtinin üzerine əlavə edirəm. Soğanı nə qədər çox əlavə etsəniz, o qədər dadlı olur. Göy qutabımız. Xəmiri dəzgahın üzerine əlavə edirəm. Kiçik gündələrə ayırıram. Siz bişirəcəyiniz tava və yaxud da sac nə boydadırsa ona uyğun kündələrə ayırın. Kündələyirəm, kənara yığıram. Üzerini bir dəsmal və yaxud da streç vasitəsilə bağlayıram ki, xəmir bərkiməsin və heç gözlətmədən ilk kündələyim xəmirdən başlayaraq xəmir açıram. Yuxanı açıb ilk yuxanı kənara qoyuram. Mən bu dəfə fərqli formada hazırlayacağım bu tabı. İkinci yuxanı da açıram. İçərisinə kənarda hazırladığım göyərtini əlavə edirəm. Göyərtini hamısını bir yerə duzlamırıq. Bu tabın içərisinə əlavə etdiyimiz zaman duzlayırıq və içərisinə zövqə görə pendir əlavə edirik. Pendir duzlu olduğundan duzu az əlavə edirik. Qarışdırırıq. Yuxanın içərisinə əlavə edib kənarda gözlətdiyimiz yuxanı da üzərinə əlavə edirik. Yumru formada büyük boy qutab hazırlayıram. Sacı önceden qızdırmışam. Kenarlarını kesip qutabı sacın üzerine əlavə edirəm. Mütləq sacı önceden qızdırmaq lazımdır. Gözləyirəm alt hissəsi bişdikdən sonra digər üzünü çevirirəm. Baxın necə gözəl yumru qutabımız alınır, fərqli formada bişir. Bütün kündələri bu formada açıram. İçərisinə göyərti əlavə edib, üzərinə yuxa əlavə edib, gördüyünüz yumru formada bişirdim. Çox dadlı, ləzzətli qutablarımız alındı. Bişdikdən sonra üzərinə kərə yağı da yağlayıram. İsteğe göre önceden kərə yağını əridib üzərinə əlavə edə bilərsiniz. Qutablar isti olduğu üçün mən belə bu cür yağladım. Çox dadlı, ləzzətli, görüntüsü möhtəşəm. Böyük boy qutabları alındı. Mütləq siz də hazırlayın. Əminəm ki bəyənəcəksiniz. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. İnşallah gələn videoda görüşərik.